konferansın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir. Azərbaycan dilinin inkişafı məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanmışdır. Dilimizin qorunması sahəsində həm də dövlət dili səviyyəsinin yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır. Məhz ümumi liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu, dilin saflığının qorunmasıdır, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyasıdır, terminologiyaların elmi əsaslarla yenilənməsidir və s. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir. Dil siyasətinin yeni mərhələsindən danışarkən, qarşıya qoyulan əsas hədəflər arasında düşünürəm ki, aşağıdakılar prioritet təşkil edir. Bunlar hansılardır? Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi, terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması, Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, süni intellekt sistemlərinə dilimizin inteqrasiya səviyyəsinin yüksədilməsi və s. Əminliklə demək olar, hörmətli konferans iştirakçıları, bu məqsədlərin hər birinin əldə edilməsi təkcə dilimiz üçün deyil, ümumən dövlətçiliyimiz üçün strateji əhəmiyyət daşıyır.